Məhəbbət iksiri 3-cü bölmə 10-cu fəsil. Allah övliyalarının qorxusu. Allaha məhəbbət məsələsini araşdırdıqdan sonra insanın mənəvi tərəqqisində əsas rol oynayan şey barəsində yaranan sual bundan ibarətdir ki, əgər Allah mehriban və sevilməli və ona eşq bəsləmək insan təkamülündə ən təsirli vasitədirsə, onda nə üçün İslami rəvayətlərdə Allah qarşısında xof və xəşyətə təkid olunmuşdur? Nə üçün Qurani Kərim alimlərin ən gözəl xüsusiyyətlərindən biri kimi onların Allahdan qorxmalarını bəyan edir? Nə üçün Allaha məhəbbət onun qarşısında xof və xəşyətlə bir yerdə cəm bilir? Cənab Şeyx eşq ilə qorxunun bir yerə yığışa bilməsi barəsində çox qəribə və maraqlı misal vurmuşdur ki, gələn fəsillərdə bəyan olunacaqdır. Lakin burada da Allah qarşısında xof və xəşyət dedikdə məqsədin nə olduğunu araşdırmalıyıq. Allahdan qorxmağın mənası. İlahi xəşyət və xofun təfsir olunmasında ilkin mühüm məsələ bundan ibarətdir ki, Allahdan qorxmaq dedikdə onun mənası insanın öz günahlarından və yaramaz əməllərindən qorxmasıdır. İmam Əli əleyhissalam buyurur, öz günahlarından başqa bir şeydən qorxma, Allahdan başqa heç nəyə ümid bağlama, Allahdan qorxma. İmam Əli əleyhissalam bir şəxslə qarşılaşdı. Üzündəki qorxudan onun tam dəyişilməsi hiss olunurdu. İmam əleyhissalam ondan soruşdu, sənə nə olub? O cavab verdi, Allahdan qorxuram. İmam əleyhissalam buyurdu, ey Allahın bəndəsi, öz günahlarından qorx. Allahın bəndələrinə elədiyi zülümlərin müqabilində səni cəzalandırarkən onun ədalətindən qorx. Allahın sənə vacib elədiklərinə itaət elə. Sənin məsləhətində olan şeylərdə itaatsizlik göstərmə. Daha sonra Allahdan qorxma. O heç kəsə zülm eləməz və hər bir kəsi layiq olduğundan artıq cəzalandırmaz. İlahi qorxu. Buna əsasən biz Allahdan deyil, əksinə öz yaramaz əməllərimizin aqibətinə düçar olmaqdan qorxmalıyıq. Lakin Allah övliyalarının öz yaramaz işlərinə görə cəzalandırılmaqda qorxuları başqalarının qorxuları ilə tam fərqlidir. Allahdan qeyrisinin məhəbbətini öz qəlbindən çıxaran, Allaha cəhənnəm əzabından qorxmaq, yaxud behiştə nail olmaq üçün deyil, yalnız layiq olduğu üçün ibadət eləyənlər ilahi hicranı odundan qorxurlar. Onlar üçün Allahdan ayrılmağın əzabı cəhənnəmin əzabından qat-qat artıqdır. Buna görə də ilahi övliyaların imamı Əmir el-Möminin Əli əleyhissalam öz münacatlarında deyir, Pərverdigara, əgər məni günahlarıma görə cəzalandırıb öz düşmənlərinin cərgəsinə qoysan, bəla əhli ilə bir yerə yıxsan və mənimlə öz dostların arasında ayrılıq salsan, bu halda ey mənim Pərverdigarım, ey mənim Mövlam və Seyyidim, tutaq ki, sənin əzabına səbr elədim, amma səndən ayrılığa necə dözə bilərəm? Cənab Şeyx öz Rəblərini həm qorxu və həm də tamah üzündən çağırarlar. Səcdə surəsi 16-cı ayə. Bu ayənin izahında buyururdu, bu qorxu və tamah nədir? Xof və qorxu Allahdan ayrılmağın, tamah isə onun vüsalına çatmaqdan irəli gəlir. Bu müddəanın isbatı Əmir el-Möminin Əli əleyhissalamın Kumeyl duasında buyurduğudur. Tutaq ki, sənin əzabına dözdüm və səndən ayrılığa necə dözə bilərəm? Məhbub tərəfindən qəbul edilməmək qorxusu. Allah övliyalarının öz əməllərini layiqincə yerinə yetirmələrinə baxmayaraq Allahdan qorxurlar. Onların qorxusu bundan ibarətdir ki, olmayan məhbubları onların əməllərini bəyənib qəbul eləməsin. Əmələ gətirilməli olduqları əməlləri yerinə yetirənlərin qəlblərində ona görə qorxu vardır ki, onlar Pərverdigarına doğru qayıdacaqlar. Möminin surəsi 60-cı ayə. İlahi övliyalar üçün Allah dərgahından və Allaha qovuşmaqdan ağır və dözülməz bir əməl olmadığı qədər məhbubları tərəfindən, yəni mütləq kamal tərəfindən qəbul olunmaları da onlar üçün əhəmiyyət daşıyır. Bu məsələ o qədər mühümdür ki, hətta İmam Xomeyni bərəkətli ömrünün son anlarında Tehranın İmam Cüməsinə dediyi kimi cəmaatdan istəyir ki, Allah Təalanın onu qəbul eləməsi üçün dua eləsinlər. İndi diqqət yetirin ki, bu dəqiq və irfani məsələni şeyx necə də sadə misalla izah eləyir. Şeyxin şagirdlərindən biri deyir, bir gün cənab şeyx mənə dedi, filan kəs, gəlini kimin üçün gəziyirlər? Dedim ki, kürəkən üçün. Buyurdu, başa düşdünmü?
sükut elədim. Yenə buyurdu: Toy gecəsi gəlinin qohum-əqrabaları çalışırlar ki, onu çox gözəl bəzəsinlər ki, bəyin xoşuna gəlsin. Lakin gəlinin batinində bir nigarançılığı var ki, başqaları onu hiss eləmir. Onun nigarançılığı buna görədir ki, əgər vüsal gecəsi bəyin diqqətini cəlb eləyə bilməsə, yaxud kürəkən ondan ruhi əzab çəksə, neyniyəcəkdir? Əməllərinin Allah dərgahında qəbul olunub olunmamasını bilməyən bir bəndə nigarançılığı da olmaya bilərmi? Məyər o özünü Allah üçün bəzəməyibmi, yoxsa özünü cəmaət içərisində göstərmək üçün bu işləri görür? İnsanlar ölən zaman deyərlər: Pərverdigara, məni qaytar, bəlkə yaxşı əməllər görəm. Müminun surəsi 99-100-cü ayələr. Salih əməl ondan ibarətdir ki, Allah onları bəyənsin, nəinki öz nəfsi onu bəyənib imza eləsin. Buna görə də şeyx Allahla görüşdə həmişə qorxu və vahimə içərisində idi. O buyururdu: Allahın özü qorxulu deyil, yəni hər kəs Rəbbinin məqamından qorxsa. Naziyyat surəsi 40-cı ayə. Əgər o bizi bəyənməsə, əməllərimizi qəbul eləməsə, başımıza nə kül tökək? Şeyxin övladı deyir ki, atam belə deyirdi: Pərverdigara, bizi də köhnə və lazımsız əşya hesab elə. Belə ki, bəzən kimsə gəlib metallon və lazımsız əşyaları yığdığını deyir. Sən də bizi heç olmasa o səviyyədə al və qəbul elə. 4-cü bölmə. Şeyxin vəfatı. 1-ci fəsil. Şeyx Rəcəbəli Xəyyatın vəfatı. Nəhayət 1340-cı il Hicri Şəmsi ilinin Şəhrivar ayının 22-sində şeyxin bərəkətli ömür quşu bir ömür mənəvi tərəqqidən və ruhi saflaşdırmadan sonra Allah dərgahına pərvaz elədi. Onun ilahi ruhunun ərşə pərvazının baş vermə əhvalatı çox ibrətamiz və eşitməlidir. Burada mərhum Şeyx Rəcəbəli Xəyyatın vəfatının bəyan olunması ilə eyni zamanda böyük ilahi şəxsiyyətlərdən 2 nəfərin də vəfatını, şeyxin vəfatına çox oxşar olduğuna görə qeyd edəcəyik. Vəfatdan əvvəlki gün. Şeyxin övladı onun vəfatından əvvəlki günü belə vəsf eləyir: Vəfatından əvvəl atam tamamilə sağlam idi. Anam evdə yox idi, təkcə mən idim evdə. Axşam çağı atam gəldi, dəstəmaz alıb mənə dedi: Biraz da yorğunam. Əgər o şəxs gəlib paltarlarını aparmaq istəsə, qayçıların yanındadır. 30 tümən də zəhmət haqqısıdır. Atam o vaxta qədər deməmişdi ki, bir kəs gəlsə ondan zəhmət haqqı al və ya kimsə nə qədər verməlidir. Mən bu hadisədən heç nə başa düşmədim. Şeyxin şagirdlərindən birinin yuxusu. Şeyxin müridlərindən biri sadiq yuxu vasitəsilə vəfatından əvvəlki gecə onun ilahi dərgaha pərvaz eləyəcəyini bilmişdi. O bu yuxunu belə bəyan eləyirdi: Şeyx vəfat elədiyi günün qabaqki gecəsində yuxuda gördüm ki, Qəzvin məscidinin qərb tərəfindəki dükanların qapısını bağlayırlar. Soruşdum: Nə olub? Dedilər ki, cənab Şeyx Rəcəbəli dünyadan getmişdir. Nigaran halda yuxudan ayıldım. Gördüm ki, gecə saat 3-dür. Öz yuxumu doğru yuxulardan hesab elədim. Sübh azanından sonra namazı qılıb dayanmadan cənab Radimənişin yanına getdim. Belə sübh tezdən gəlməyimi görüb təəccübləndi. Mən də yuxumu ona danışdım. Sübh saat 5-də hava işıqlanmamış şeyxin mənzilinə yola düşdük. Şeyx qapını açdı. İçəri daxil olub oturduq. Şeyx də oturub buyurdu: Belə sübh tezdən hardaydınız? Mən yuxumu demədim. Bir qədər söhbət elədikdən sonra şeyx böyrü üstə uzandı, əllərini başının altına qoydu və buyurdu: Bir şey deyin, şeir oxuyun. Məzmunu aşiqlərin ayrılacağını çatdıran bir şeir oxuduq. Şeyx ölüm yatağında. Bir saat keçməmişdi ki, şeyxin halı birdən-birə dəyişdi. Dedim ki, həkim gətirək. Mənim yəqinim var idi ki, şeyx bugün dünyadan gedəcəkdir. O buyurdu: İxtiyar sahibisiz. Həkim bir nüsxə yazdı. Aptekə gedib dərman aldıq. Qaydanda gördük ki, şeyxi o biri otağa aparıblar. O üzü qibləyə oturmuşdu. Ayağının altında ağ bir parça salmışdılar. Əlinin baş və şəhadət barmağını o parçaya sürtürdü. Mən daha diqqətli idim ki, görəsən belə bir ilahi şəxsiyyət dünyadan necə gedəcək? Ona bir halət baş verdi. Sanki bir kəs onun qulağına nə isə deyirdi. O isə cavabında dedi: İnşallah. Sonra buyurdu: Bugün neçənci gündür? Bu günün duasını gətirin. Mən o günün duasını oxudum. Buyurdu: Verin Seyyid Əhməd də oxusun. O da oxudu. Sonra şeyx buyurdu: Əllərinizi asimana qaldırın və deyin: Ya Kəriməl Əf, Ya Əziməl Əf, Əl-Əf. Allahım, məni bağışla. Mən dostuma baxıb dedim: Get, cənab Süheylini bura çağır. Çünki mənə elə gəlir ki, yuxum doğrudur və bu ayrılıq nöqtəsidir.
Bunu deyib getdim. Xoş gəlmisiniz ağa. Bu hadisənin davamını şeyxin övladlarından biri belə deyir. Gördüm ki, atamın olduğu evdə çox səs-küy var. Dedilər şeyxin halı pisdir. Dərhal otağa daxil oldum. Atam bir neçə dəqiqə bundan qabaq dəstəmaz alıb otağa daxil olmuşdu. Gördüm ki, üzü qibləyə oturub. Birdən ayağa qalxdı və sonra oturub gülər üzlə dedi: "Xoş gəlmisiniz ağa." Əl verib görüşdü, sonra əlini çəkdi və iş qurtardı. Dodağında gülüş, Allah dərgahına qovuşdu. Qəbrin birinci gecəsi. Şeyxin dostlarından biri deyir: "Yuxu aləmində mərhum şeyxin qəbrinin birinci gecəsində onun huzuruna çatdım. Gördüm ki, Mövla əleyhissalam tərəfindən ona böyük bir məqam verilmişdir. Ona yaxınlaşdım. Çox incə və həssas bir nəzərlə məni süzdü və sanki ata öz istəkli oğluna nəsihət vermək istəyir, oğlu isə diqqət yetirmir. Onun baxışından yadıma saldım ki, o həmişə belə buyurardı: Allahdan başqa heç nə istəməyin, amma biz yenə də həvai nəfsə giriftarıq. Ona yaxınlaşdım, 2 cümlə buyurdu. Birinci cümləsi həyatın düzgün xətti Allah və onun övliyaları ilə ünsiyyətdə olmaqdadır. İkinci cümləsi o kəs həqiqi şəkildə yaşadı ki, onun əyalı toy gecəsi öz köynəyini Allah yolunda ehsan eləmişdir. İkinci fəsil: Ayətullah Höccətin vəfatı. Fəslin əvvəlində də qeyd elədiyimiz kimi, şeyxin ibrətamiz həyatının sonunda 2 Allah övliyasının vəfatını da Cənab şeyxin vəfatı ilə oxşar olduğuna görə burada qeyd eləyirik. Onlardan biri böyük alim Ayətullah Höccətdir ki, şeyxin mərci təqlidi idi. Şeyx onun ixlasını tərifləyir və deyirdi ki, qəlbində dünya cəhcəlalı, şan şöhrəti yoxdur. İndi o böyük ilahi şəxsiyyətin vəfatını hörmətli kürəkəni Həzrət Ayətullah Hacı Şeyx Mürtəza Hairinin dilindən nəql edirik. Onun mənim, yəni müəllifin üzərində ustadlıq haqqı vardır. Evin təmir olunması. Əvvəldə qeyd eləyirəm ki, mərhum ağa Höccət mənim, yəni Ayətullah Hairinin ustadım və qaynatam idi. Onun evinə çox get-gəl eləmir və ona aid işlərə dəxalət eləmirdim. Lakin o mərhum Ayətullah Bürücerdinin dövründə təqribən Azərbaycanın əksəriyyətinin mütləq şəkildə mərci təqlidi idi. Tehranda yaşayan Azərbaycanlılar və Azərbaycanın başqa yerlərindən olanlar əksər hallarda ona müraciət eləyirdi. O tələbələrə aylıq təqaüd verirdi və öz səviyyəsində maddi cəhətdən əli açıq idi. Bu ilin qışında, zahirən qışın əvvəlləri idi. Hava da çox soyumamışdı. O evin təmir eləməklə məşğul idi. Həyətin bir tərəfinin torpağı götürülmüşdü ki, orada yeni bir bina tikilsin. Digər bir tərəfdə isə bənnalar ev tikiliş üçün lazım olan işləri görürdülər. O cümlədən o zaman hər bir evdə vacib sayılan quyu qazmağa, yaxud quyunun divarlarını hörməklə məşğul idilər. Bu təmir işlərinin öhdədarı da onun özü və Tehranda yaşayan müridlərindən biri idi. Hal-hazırda dəqiq yadımda deyil. Zənnimcə Çayçı adlı bir şəxs idi. Mən ölməliyəm. Müəllif deyir, mən bir gün sübh onun xidmətinə getdim. O taxtın üzərində oturmuşdu. Vəziyyəti çox da qeyri-adi deyildi. O bronxit asma xəstəliyi səbəbilə adətən hava soyuyanda təngənəfəsliyə düçar olurdu. O zaman soyuqların başlaması ilə adət üzrə olduğundan artıq çox da narahat nəzərə çarpmırdı. Xəbər tutdum ki, bənnalara və işçilərə tapşırıb ki, işi saxlasınlar. Dedim, ağa, nə üçün dayandırmısınız? Çəkinmədən dedi ki, mənim əzəlim çatıbdır. Artıq bənnalar nəyimə lazımdır? Mən də heç bir şey demədim. Bu cavabdan təəccüb elib eləməməyim yaxşı yadımda deyil. Sonra mənə buyurdu, əzizim, bu bir neçə günü bura gəl. Onun məqsədi bu idi ki, əvvəldəki vaxtlardakı kimi ondan uzaq gəzməyim. Pərverdigara, öhdəmdə olanlara əməl elədim. Mən zahirən hər gün sübh evin küçə qapısındakı otaqda dərs deyirdim. Məkasib sinfini qurtardıqdan sonra gedirdim. Bəzən gecələr də lap tez gedirdim. Bir gün xüsusi şəkildə xəbər göndərdi ki, huzuruna gedəm və bir iş yerinə yetirəm. Mən huzuruna getdikdə onun yanında dəmir mücri, mərhum atasının mücrisi onun yanında idi. Yaxud da başqa bir mücri idi. İndi şəkk eləyirəm. Mərhum ağa Hacı Seyyid Əhməd Zəncani də onun qarşısında oturmuşdu. Bütün malikiyyət sənədlərini və sairləri Ağay Zəncaniyə, eləcə də nəqd olan pul qutusunu mənə verdi ki, müəyyən olunmuş yerlərə sərf eləyim. Onun bir hissəsini də mənim özümə həvalə elədi.
Əvvəllər öz vəsiyyətini bir neçə nüsxədə yazmışdı ki, onlardan birini mənim yanıma göndərdi. Hal-hazırda o mənim yanımdadır. Nəcəfdə, Təbrizdə, Qumda onun müəyyən məbləğdə pulları var idi. Hacı Məhəmməd Hüseyn Yəzdinin yanında idi. Vəsiyyət eləmişdi ki, onun vəkillərinin yanında olan pulların hamısı mübarək imamın əleyhissalamın payındadır. Sonralar Ağay Bürücerdinin məscidinin böyük bir hissəsini təşkil eləyən torpaq sahəsini də mədrəsə üçün almışdı və onu öz adına idi. Vəsiyyətnamədə yazmışdı ki, o mübarək imam əleyhissalamın payındadır və bir kəsə irs verilməz. Əgər Ağay Bürücerdi istəsə, məscid üçün verilə bilər. Onun pulları həmin sandığın içində olanlar idi. Bir neçə gün idi ki, heç kəsdən xüms, zəkat, vergilərini almırdı. Amma zahirən Ağay Zəncanin alırdı. Onun vəfat elədiyi ayın əvvəlində aylıq təqaüdləri Zəncani ağa verdi. Təkcə bir neçə qram dəmir pulunun cibində qalmışdı ki, onun qızı, mənim həyat yoldaşım, onun cibindən çıxardı, balışının altına qoymuşdu və demişdi ki, atam sağalsa, onu sədəqə versinlər. Bu işi qədim qadınların hamısı görürdü. Mən də bu adətlə qədimdən tanış idim. Məncə sədəqə verilməli olan pulu girov götürürdülər. Təkcə o pul qalmışdı ki, ondan da ağanın xəbəri yox idi. Qutunun içində olan pulları müəyyən yerə çatdırım deyə mənə verdikdə əllərini yuxarı qaldırıb dedi: Pərverdigara, mən üzərimdə olan vəzifələrimə əməl elədim. Sən də mənim əcəlimi yaxınlaşdır. Mən günorta çağı vəfat eləyəcəm. Münasibətimiz çox səmimi olduğundan ona dedim: Ağa, sizin bu qədər qorxmağınız yersizdir. Siz həmişə qış fəsli gələndə bir qədər narahatçılıq keçirir, sonra sağalırsınız. O belə buyurdu: Xeyr, mənim işim və ya vəfatım zöhr vaxtıdır. Mən bir daha bir söz demədim və dərhal onun buyurduğu işləri yerinə yetirmək üçün getdim. Mən onun zöhrdən qabaq vəfat etməsindən və pulların qeyri-müəyyən vəziyyətdə qalaraq vərəsəsinə və ya başqasına həmin yerdə məsrəf olunmasını bilmədiyim üçün dərhal faytona mindim. Günorta çatmamış bu işləri yerinə yetirib qayıtdım. Hələ o vəfat eləməmişdi. Quranla istixarə. Bu hadisədən bir gün qabaq mənə demişdi ki, onun üçün Quran gətirim. Sonra Quranı açıb, diqqət və zikirlə əvvəldəki ayəni oxudu. Onun üçündür Haqqın dəvəti və çağırışı. Rədd surəsi 14-cü ayə. Zahirən o ağladı və Allahla razı niyaz elədi. Həmin gecə, yoxsa dəqiq bilmirəm, sonraki gecə öz möhrünü də sındırdı. Ağa Əli, buyurun. Vəfatın yaxın günlərindən birində gözü qapıya dikilmişdi. Belə nəzərə çarpırdı ki, qeyri-adi şeyləri müşahidə eləyir. Birdən dedi: Ağa Əli, buyur. Çox çəkmədi ki, əvvəlki vəziyyətinə qayıtdı. Son 2-3 günü adətən zikir deyir, Allahla razı niyazlıq eləyirdi. Bir dəfə ədilə duasını istədi. Vəfat elədiyi gün mən tam xatircəmliklə məkasib dərsini evdə demişdim. Çünki onun vəziyyəti çox da qeyri-adi deyildi. Sonra onun yatdığı kiçik otağa getdim. O zaman mənim həyat yoldaşım, yəni mərhum Höccətin qızı da orada idi. Ağanın da üzü divara tərəf idi və zikr eləyirdi, dua oxuyurdu. O dedi: Ağa bugün biraz istirablıdır. Onun istirabı zahirdə həmin zikirlər və dualardan ibarət idi. Mən salam verdim. Cavabını aldıqdan sonra buyurdu: Bugün hansı gündür? Dedim: Şənbədir. Dedi: Ağa Bürücerdi dərsə getdimi? Dedim: Bəli. Sonra səmimi qəlbdən şad oldu və bir neçə dəfə dedi: Elhamdülillah. Bəzi söhbətlər də elədi ki, ixtisara riayət olunsun deyə onları qeyd eləmirik. Türbət suyu. Onun qızı deyir: Ağa bugün bir qədər istirablıdır, bir qədər türbət verək. Dedilər: Yaxşıdır. Sonra türbəti hazırladılar. Hüzuruna gətirdim ki, onu içsin. O oturdu, mən stəkanı onun qabağına apardım. O belə fikirləşirdi ki, yeməli və ya dərmandır. Bir qədər narahat oldu və dedi: Bu nədir? Dedim: Türbətdir. Dərhal onun vəziyyəti düzəldi, üzünün ifadəsi dəyişildi və türbət suyunu axıra qədər içdi. Sonra bu sözləri dedi: Axiru zadi minəd dünya türbətil Hüseyn, yəni dünyadan götürdüyüm axırıncı ehtiyat Hüseyn türbətidir. Yenidən yatdı və əvvəlki vəziyyətinə qayıtdı.
O dua oxuyur, razı-niyaz eləyirdi. Dəqiq yadımda deyil, deyəsən mən də onun yaxınlığında idim. İkinci dəfə zahirən öz göstərişi ilə ədilə duasını onun üçün qiraət elədilər. Ağa Seyyid Həsən, onun ikinci oğlu, üzü qibləyə oturmuşdu. Onun özü də sinəsini bağışa söykənmiş halda oturub dua oxuyurdu. Ağa həm farsça, həm də türkcə tam səmimiyyətlə kəlmə-i şəhadətini dedi. Allah Təala qarşısında öz əqidə üsullarını bəyan elədi. Kimin fəsli var? Yaxşı yadımdadır. Əmirəl-mömininin Əli əleyhissalamın xilafətini iqrar elədikdən sonra türkcə dedi: "Bila fəsil heç bir fasiləsi yoxdur. Lap bila fəsildir." Kimin fəsli var? Yəni Əmirəl-möminin Əli əleyhissalamın Həzrət Peyğəmbərdən sonra onun birinci haqq xəlifəsidir və onların arasında fasilə yoxdur. Həzrət Peyğəmbər salavatullah övladlarından olan imamların, eləcə də Əli əleyhissalamın barəsində bu ayəni oxudu. Onların məsəli pak bir ağacın məsəli kimidir. Onun kökləri sabit, budaqları isə asimandadır. İbrahim surəsi 24-cü ayə. Mən də bir tərəfdə dayanmışdım və bu maraqlı və mənəvi haləti tam qəribəliklə müşahidə eləyirdim. Zehnimdən belə keçdi ki, ona belə deyim: "Ağa, bizi də dua elə." Amma xəcalət hissi bu sözü deməyimə mane oldu. Çünki əvvəla o kişi özünə məşğul idi və başqa şeylərə fikir vermirdi. Yalnız Allahın huzurunda ölümdən qabaqki mənəvi vəzifələrini yerinə yetirməklə məşğul idi. İkincisi, bu istək göstərəcəkdi ki, biz də ağanın ölümünə, Allah Təala qarşısında canını təslim eləməsinə diqqət yetiririk. Mən həmin gün sakit dayanaraq bu hadisənin davamını izləməyə başladım. Onun oğlanlarından biri olan Seyyid Həsən və qızı bəlkə də ailə üzvlərinin bir neçəsi ilə dayanmışdı. Onun belə dediyini eşitdi: "Pərverdigara, mənim əqidələrimin hamısı hazırdır. Onu sənə tapşırıram ki, mənə qaytarasan." Mən elə ordaca durmuşdum və elə bu vəziyyətdə idim. Ağa oturub üzü qibləyə, bağışa söykəndiyi halda birdən nəfəsi dayandı. Elə fikirləşdilər ki, ağanın qəlbi tutulmuşdur. Ona görə də ağzına bir qədər dərman tökdülər. Mən gördüm ki, dərman onun dodaqlarının kənarından yerə tökülür. Artıq o vəfat eləmişdi. Türbət suyundan başqa hətta bir damla olsun belə dərman içmədi. Mən dəqiq şəkildə görürdüm ki, o artıq vəfat etmişdir. Evdən çıxdıqda Hüccətiyyə mədrəsəsindən azan səsini eşitdim. Onun vəfatı həqiqətən də özü dediyi kimi zöhr vaxtına düşdü. O çərşənbə günü demişdi ki, mənim işim ya əcəlim zöhr vaxtıdır. Ayətullah Hayri axırda belə deyirdi: Bu hadisə möhkəm imanın göstəricisi olmaqla yanaşı bir neçə qeybi ayələrə də dəlalət eləyir. Birincisi budur ki, o özünün ölümünün zöhr vaxtı baş verəcəyini yəqin şəkildə xəbər vermişdi. 2. Mükaşifə aləmində Əmirəl-möminin Əli əleyhissalamı müşahidə eləmişdi. 3. Xəbər vermişdi ki, onun içdiyi türbət suyu bu dünyadan götürdüyü axırıncı ehtiyatdır və belə də oldu. Özü də türbəti istəməmişdi və ehtimal da vermirdi ki, ona verilən stəkandakı su türbət suyu olsun. Ona görə də ikrah hissi ilə demişdi ki, bu nədir? 3-cü fəsil. Hacı Axund türbətinin vəfatı. Vəfat eləməsi çox maraqlı olan ilahi övliyalardan biri də mərhum Hacı Axund türbəti idi. O məşhur xətib mərhum Hüseynəli Raşidin atasıdır. O, Unudulmuş Fəzilətlər adlı kitabın atasının şərhi havını və onun vəfat eləməsini belə bəyan eləyir. Vəfatdan bir həftə qabaq. Ailə üzvlərimizin ondan müşahidə elədiyi mühüm hadisələrdən biri də bu idi ki, atam 1322-ci il Şəmsi ilinin mehr ayında şənbə günü, 1362-ci il Hicri qəməri ilinin Şəvval ayının 17-si gün çıxandan 2 saat sonra vəfat elədi. O həmin zamanlarda sübh namazını üzü qibləyə uzandığı halda qılmışdı. Üzünü qibləyə çevirmiş və son anlarda ayıqlığı çoxalmışdı. Ahəstə bəzi kəlmələri deyirdi. Özü də başa düşmüşdü ki, axırıncı anlarını yaşayır. Ona görə də dediyi axırıncı kəlmə La ilahə illallah sözü idi. Salam olsun sənə ya Rəsulallah. Keçən həftənin bazar günü sübh namazını qıldıqdan sonra üzü qibləyə uzandı və əbasını üzünə çəkdi. Gözlənilmədən bazadan saçan günəş işığı kimi bir nur onu əhatə elədi. Bədəni başdan ayağadək nuraniləşdi. Uzun xəstəlik nəticəsində saralıb solmuş çöhrəsi birdən-birə şəffaf nur verməyə başladı. Hətta üzərinə çəkilmiş nazik əbanın altından belə görünürdü. Sonra dedi: Əssəlamu aleykə ya Rəsulallah. Siz mənim kimi bir zəlil bəndəni görməyə gəlmisiniz.
Sonra onun görüşünə bir-bir gələnləri pişvazına çıxır. O cümlədən Əmirəl-Mömininin Əli əleyhissalam və bir-bir imamları qarşılayırdı. Nəhayət 12-ci imama salam verdi və onların gəlişindən minnətdarlığını bildirdi. Sonra Həzrət Fatimə-i Zəhra salamullahu əleyhaya salam verdi. Daha sonra Həzrət Zeynəbə salam verdi və ağlayaraq dedi: "Bibi, mən sizin üçün çox ağlamışam. Salam olsun anama." Sonra anasına salam verib dedi: "Anacan, sənə çox minnətdaram. Sən mənə pak süd vermisən." Bu vəziyyət gün çıxandan 2 saat sonraya qədər davam elədi. Sonra bədənində zahir olmuş nuranilik yavaş-yavaş aradan getdi və əvvəlki xəstəlik və soğuğun vəziyyətinə qayıtdı və canını tapşırdı. Hüseyn Əli, mənə əziyyət vermə. Bu 2 gün arasında mən ona dedim, biz peyğəmbərlərdən və böyük şəxsiyyətlərdən rəvayət nəql edirik və arzu edirik ki, kaş özümüz bu işləri dərk eləyib başa düşək. İndi ki, sən mənə yaxın adamsan, belə halət baş verdikdə ürəyim istəyir ki, onun nə olduğunu deyəsən. Atam sükut elədi və heç nə demədi. 2-3 dəfə təkrar elədim, yenə cavab vermədi. 4-cü yaxud da 5-ci dəfədə mənə dedi: "Hüseyn Əli, mənə əziyyət vermə." Dedim, mənim məqsədim bu idi ki, bir şey başa düşüm. Dedi, mən səni başa sala bilmərəm. Get, özün başa düş. Onun bu vəziyyəti mənim anam, qardaş bacılarım və bibim üçün hələ də müəmmalı şəkildə qalmaqdadır. Hətta bu mətləbləri yazdığım vaxtda belə 1354-cü ilin tir ayının 24-ü sübh saat 9:30 dəqiqəsinə qədər. Hələ də bu məsələni başa düşə bilməmişəm. Yalnız bunu deyirəm ki, atamın vəfatından qabaq onun belə bir halət olmuşdu. Məhəbbət İksiri kitabının sonu. Allah hamınızdan razı olsun.